Değerli izleyiciler, elhamdülillah artık yumurtaları, setkaları yerleştirmişik. 64 adet bildirici yumurtası. Bu bildirici ağ renkte Texas cinsli bildirici yumurtadır. Texas hem etliydi, hem de yumurtalıqdır. Değerli izleyiciler, inşallah size izah edeyim. Deməli, mən YouTube'da araştırdım. Orada bir neçə yəni ki təkliflər var. Bəziləri deyir ki, havalandırma vermək lazım. Bəziləri deyir, bir sözlə uzatmaq istəmirəm söhbəti. Kimdən bu yumurtanı almışam? Sağ olsun qardaş mənə verdi, elhamdülillah. Deməli, dəyərli izləyicilər, sadə 18 günə bildirici yumurtası, bildirici yumurtadan tam çıxır. 16 gün istili 37,8 və nəmişli 50. Məndə 50-50 arası aşağı düşür. O problem yoxdur. Və 16-cı gündə dönməni saxlayırsınız. 37 tam inşallah 10'dakiyə salırsınız istiliyi və nəmişliyi də 65-70% qaldırırsınız. Dəyərli izləyicilər, inkubatorumu mən yəni kimyəvi maddələrlə dezinfeksiya eləmirəm. Birinci içini silirəm, sonra sabunlu su ilə təzədən silirəm, gözləyirəm qurusun. Dəyərli izləyicilər, fikir versəniz, mən kontrolünü istiliyi nəzarət edirəm. Bu da istiliyidir. Bu setə qoşulmuşdur. Yəni ki, inşallah aralarında çox o da fərq etmir. İnşallah yumurtaları inkubatora yerləşdirək. Bismillah. Değerli izleyiciler, inşallah bu vəziyyətdə bir saat saxlayacağım. Bir saatdan sonra inşallah çevirməni artıq hərəkətə gətirəcəyik. Bu qədər dəyərli izləyicilər. İnşallah gələcəkdə videolar sizinlə bölüşəm. Abunə olmayan abunə olsunlar, mənə dəstək olun, bəyənin. Allah'a emanet olun.